Salam değerli dostlar. Bugün mən sizlərə dünyanın iqtisadi və sosial coğrafiyasında bəzi ənlər haqqında məlumat verəcəm. Dünyada ən çox əhali yaşayan ölkə Hindistan. 1 milyard 450 milyon nəfərdən çox əhali yaşayır. 2023-cü ildə Çini qabaqlayaraq birinci sıraya yüksəlmişdir. Sonra dünyada ən çox əhali yaşayan ada Yava adasıdır. Təsəvvür edin ki, bu kiçik bir adada 150 milyon nəfərdən çox əhali yaşayır. Və bu ada sahəsi 132 min kvadrat kilometrdir. Yəni, dünyanın ən böyük ölkəsi olan Rusiyadan çox əhali yaşayır bu adada. Rusiyada 144 milyon, təkcə Yava adasında isə 150 milyon əhali yaşayır. Dünyanın ən böyük şəhəri də bu Yava adasındadır. Jakarta şəhəri, İndoneziyanın paytaxtı. Bu şəhərin əhalisi 42 milyondur. İkinci ən çox əhali olan şəhər Bangladeşin paytaxtı Dəkkə şəhəridir. Burada əhalinin sayı 37 milyon. Üçüncü siyahıya isə Tokyo 33 milyon. Sonra dünyada ən sıx əhali məskunlaşmış ölkə. Bu Avropada yerləşən Monakodur. Monako. Bunun da səbəbi maliyyə, turizm və xidmət sahələrinin birləşməsidir. Və burada hər kvadrat kilometrə təqribən 23 min nəfərdən çox əhali düşür. Sonra başqa sıx ərazilər də var. Məsəl üçün Vatikanda da sıxlıq var, Singapurda da sıxlıq var. Bunlar mikro dövlətlərdir. Amma böyük dövlətlərdən ən sıx əhali isə Bangladeşdə məskunlaşmışdır. Sonra adam başına düşən gəliri ən yüksək olan ölkələr. Bu siyahıya birinci Lüksemburg. Təqribən adam başına bir ildə 126 min ABŞ dollarından çox vəsait düşür. Sonra bu siyahıda var Qətər, Singapur və bəzi ərəb dövlətləri də bu siyahıya aid etmək olar. Hətta Avropada, İrlandiyada bu siyahıda var. Sonra ən çox ümumi daxili məhsulu olan ölkə Amerika Birləşmiş Ştatlarıdır. Təqribən 2024-25-ci ildə bu ölkə 28-30 trilyon dollar arasında ümumi daxili məhsulu olmuşdur. Və bu ölkəyə ən yaxın Çindir. Yəni ən yaxın rəqib Çindir. O da 18-20 trilyon arası ümumi daxili məhsulu olmuşdur. Ən çox miqrat qəbul edən ölkə. Bura Amerika Birləşmiş Ştatlarıdır. Səbəbi isə iş imkanları yüksək həyat səviyyəsinin olmasıdır. Ən çox turist qəbul edən ölkə. Bu siyahıya artıq 30 ilə yaxındır ki, Fransa rəhbərlik edir. Və Fransa bir ildə 90 milyona yaxın turist qəbul edir. İkinci yerdə bu siyahıya İspaniya, təqribən 83 milyon turist gəlir. Üçüncü yerdə isə ABŞ, Amerika Birləşmiş Ştatları. Sonra dördüncü yerdə artıq bu siyahıya Çin rəhbərlik edir. Beşinci yerdə İtaliya, altıncı yerdə isə Türkiyə ən çox turist qəbul edən ölkədir. Son vaxtlar bəzi Cənub-Şərqi Asiya ölkələrindən olan Taylandın da turizmdə payı yüksəlib. Sonra ən çox ixrac eləyən, yəni ixracatı çox olan ölkə Çindir. Çini dünyanın emalatxanası adlandırırlar. Ən çox idxal olan ölkə isə ABŞ-dır. Bu da bazarının böyük olmasıdır. Ən çox qadın işləyən ölkə. Bu İslandiya və Norveçdir. Səbəb gender bərabərliyidir. Sonra ən çox borcu olan ölkə Amerika Birləşmiş Ştatları. Dünyaya hegemon olmaqla deyil, ən çox borcu olan ölkələrdən biridir. Sonra ən bahalı yaşayış olan ölkə. Bu Singapurdur. Mikro bir dövlətdir. Əhalisinin sayı təqribən 6 milyon nəfərdən çoxdur. Səbəb də yüksək maaş alır və bahalı xidmətlər var burada. Belə başqa ənlər haqqında da siz yorum bölməsində qeyd edə bilərsiniz. Əlavə olaraq da sizə bir sual ünvanlayıram. Dünyada ən çox adası olan ölkə. Bu sualın cavabını da yorumlarda yazarsınız.